növbədə sizi təbrik edirəm. Doğma vətənə qayıtmağınız münasibəti ilə Şükürbəyli kəndi yenidən qurulub tamamilə. Bildiyiniz kimi işğal dövründə Ermənistan dövləti bu kəndi tamamilə dağıtmışdır. Bir dənə də salamat bina qalmamışdır. Mənim keçmiş köçkünlərlə işğal dövründə çox sayılı görüşlərim zamanı hər zaman deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhər kəndləri quracağıq, daha gözəl vəziyyətə onları gətirəcək. Bugün Şükürbəyli kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, bütün şərait var, yaşamaq, çalışmaq, təhsil almaq üçün həm məktəb, musiqi məktəbi, 2 uşaq bağçası, tibb məntəqəsi, əlbəttə ki, gözəl, yaraşıqlı evlər ki, burada siz Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız. Uzun illər ərzində işğal altında olub bu torpaqlar, Ermənistan dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək istəmişdir. Ancaq buna nail olmamışdır. Baxmayaraq ki, şəhər və kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməmişdir. Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir arzu ilə yaşamısınız ki, öz doğma torpaqlarınızla qayıtmaq arzusu ilə. Bəziləriniz dövlət xətti ilə verilmiş evlərdə məskunlaşmışsınız, Biləsuvar rayonunda. Bəziləriniz özünüz üçün hansısa şərait qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir. Və bugün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi günüdür. Biz bu torpaqların sahibləri nəinki bu torpaqları düşmənin əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda bu torpaqları canlandırdıq. İşğal dövründə Ermənistan dövləti bir daş da qoymamışdı Cəbrayıl rayonunda. Düzdür, yol çəkmək istəyirdi, amma buna vaxtı çatmadı. Amma bir daş üstə qoymamışdı. Cəbrayıl tamamilə yerlə yeksən edilmişdir. Bir dənə də salamat bina nə şəhərdə, nə də ki, kəndlərdə qalmamışdı. Ağdam kimi. Zəngilanda bir tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdı. Evlər söküldü, daşlar talan edildi, müxtəlif yerlərdə, bazarlarda satıldı. Biz isə qrup yaradırıq. İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə Cəbrayıl şəhərində, şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil. Ondan sonra Xorovlu kəndində, Cocuq Mərcanlıda, o ki, aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Amma ən çox yaşayan insanlar burada olacaq. Hələlik 635 ev. Amma mənə verilən məlumata görə köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur. Hardasa 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq. Və əlbəttə ki, yaşayışla əlaqədar, təhsillə bağlı olan məsələlər həll olunduqca məşğulluq məsələləri də həll olunur. Burada da bütün müvafiq göstərişlər verildi. Vətəndaşların məşğulluğunu təmin etmək üçün həm mövcud olan dövlət sektorunda iş yerləri təbii ki, təqdim olunur. Ondan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün, xüsusilə heyvandarlıq, bitkiçiliyi ilə. Ondan sonra Cəbrayıl rayonunda sənaye zonası, Araz Vadisi sənaye zonası fəaliyyət göstərir. Orada da böyük sahəni biz nəzərdə tutmuşuq. 200 hektar sahə ayrılıb. O sənaye zonasında indi 20
rezident var. Artıq istehsala da başlamışlar və o daha da böyüyəcək. O da buradan çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad edilmiş ərazilərdə biz cəmi 2 sənaye zonası nəzərdə tutmuşuq. Biri Ağdamda, biri də Cəbrayılda. Cəbrayılın ümumiyyətcə gələcəkdə ölkəmiz üçün böyük töhfəsi olacaq. Həm kənd təsərrüfatı nöqteyi nəzərdən, nəqliyyat nöqteyi nəzərdən. İndi köhnə yolu siz yəqin ki, xatırlayırsınız. Sovet vaxtında işğala qədər çox belə ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa elədik, amma yeni yol, indi bilmirəm siz onu görmüsünüz yoxsa yox, Zəngəzur dəhlizinin bir hissəsi olan, ta düz Ermənistan sərhədinə gedən 4 zolaqlı yol, yəni bunun standartları da ondan yuxarı yoxdur. Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq. Cəbrayılda bizim ən böyük günəş elektrik stansiyaları inşa edilir. 3 stansiya, ümumi gücü 340 megawatt. Yəni bugün 340 megawattlı bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz Zəngilan, Laçın, Kəlbəcərdə ümumi gücü 300 megawattdan çox su elektrik stansiyaları artıq işə salmışıq. Haradasa 1-2 il ərzində bax, bu bölgənin günəş və su potensialı elektrikin istehsalı üçün 700 megawata yaxın olacaq. Yəni bu ölkə üçün çox böyük xeyir gətirəcək, məşğulluq üçün. Yəni bütün bax bu azad edilmiş ərazilər ölkəmizin yəni bütün başqa əraziləri ilə bağlanır. Yollarla, hava limanları ilə, elektrik xətlərlə, su xətləri ilə, Xudafərin Qız Qalası su anbarlarının suyundan da istifadə edəcək, orada elektrikdən də istifadə edəcək və beləliklə bir daha bütün dünyaya göstərəcək ki, biz qurub yaradan xalqıq, eyni zamanda döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Parlaq qələbə qazanmışıq. Bu qələbənin müasir tarixdə tayı bərabəri yoxdur. Yəqin ki, olmayacaq. Və əbədi biz bu qələbə ilə fəxr etməliyik. Və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Evlərdə, ailələrdə, məktəblərdə ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq. Sizi ürəkdən təbrik edirəm. Sizə can sağlığı. Bu kənddə boya başa çatan bir adam kimi, burada çalışan bir müəllim kimi, bugünkü gün sizinlə bizim bu görüşümüz bizim üçün tarixi bir hadisədir. Sizin uğurlu siyasətiniz nəticəsində, qəhrəman oğullarımızın şücaəti nəticəsində bu doğma torpaqlarımız bizə qayıtdı. Mən 40 yaşımda buradan çıxmışam. İndi 73 yaşım var. Mən sizdən fəxr edirəm. Sizin bütün çıxışlarınızı, xarici jurnalistlərə verdiyiniz o cavabları hamısını diqqətlə izləyik və sizinlə fəxr edirik. Mən elə bilirəm ki, biz də çalışacağıq ki, sizin adınızı həmişə ucaldıq. Sağ olun, çox sağ olun. Mübarizə aparırsınız. Burada da, xaricdə də, başqa ölkələrdə istəyənlər arasında da, istəməyənlərin arasında da mübarizə aparırsınız, dəmir iradənizi nümayiş etdirirsiniz, sülhün, əmin-amanlığın tərəfində dayanıb bütün xalqlara onu aşılayırsınız. Mübarizə bugün də var, sabah da, siz də onun ən ön sıralarında. Bax, sizin kimi insanlar Azərbaycan xalqı mənim arxamda, dövlətin arxasında durduqca bizim də təbii ki gücümüz artır.
Sağ olun. Sağ olun. Teşekkür ederim size. Tebrik ederim. Sağ olun. Tebrikler. Çok sağ olun. Çok sağ olun. Tebrik ederim. Sağ olun. Sağ olun. Möhtərəm Prezident, əziz Mehriban xanım, mən də bir neçə kəlmə demək istəyirəm. Bugünkü gündə bizə bu tarixi günü yaşatdığınız üçün, bizi öz torpaqlarımıza qovuşturduğunuz üçün sizə ürəkdən can sağlığı, uzun ömür arzulayırıq. Bir şeyi yada salmaq istəyirəm ki, mən müəllimiyəm. Bugün bizim görüşümüz elə bir tarixi günə təsadüf edir ki, Ulu Öndərimizin doğum günü ərəfəsindəyik. Onu bütün biz Respublika səviyyəsində qeyd edirik. Mən Ulu Öndərimizi ürəkdən şəxsən çox sevən, hörmət edən bir müəllimiyəm. Tələbə vaxtımdan da sevmişəm və həmişə onun çıxışlarını dinləyəndə o həmişə deyirdi ki, biz Qarabağa qayıdacağıq. O gün gələcək və onun qoyduğu o böyük siyasəti, Möhtərəm Prezident, siz elə bir uğurla davam etdirdiniz ki, bugün Qarabağ artıq bizimdir və Qarabağın bütün bölgələrində artıq quruculuq işləri başlayıb, bütün həyat canlanıb, insanlar öz doğma yurtlarına qovuşublar. Buna görə sizə minnətdarıq. Təşəkkür edirəm. Mehriban xanım, siz həmişə köçkünlərin, uşaqların, insanların, qadınların həmişə dinləmişsiniz, yanında olmuşsunuz. Həmişə Allah sizə də uzun ömür, can sağlığı versin. Siz bizim prezidentimizin ən yaxın köməkçisi və silahdaşsınız, arxasısınız. Sizə də uzun ömür, can sağlığı arzulayırıq. Sağ olun. Teşekkür ederim. Sağ olun. Tebrikler. Sağ olun, çox sağ olun, möhtərəm prezident. Tebrik ederim. Tebrik ederim sizi. Sağ olun. Tebrikler. Sağ olun. Allah sizə can sağlığı versin. Sağ olun. Size de can sağlığı, uzun ömür, doğma torpaqda rahat yaşayacağız inşallah. Çalışacağız ümidinizi doğruluda xəmdə. Əminəm ki, belə də olacaq. İndi də açarların təqdim etmə mərhələsinə keçək. Dəvət olunur Rüstəmov Yusif İsaoğlu. Sağ olun, sağ olun. Çox sağ olun. Həsənova Zemfirə Fahimov. Təbrik edirəm. Çox sağ olun. Seyid Aliyev İlqar Səmədoğlu. Təbrik edirəm. Cənab Prezident, icazə verin. Bəli, buyurun. Çox sağ olun, çox var olun ki, bugün iştirak edirsiniz burada. Bizim ən əlamətdar günlərimizdən biridir. Bu günlərsi bizim yoldaşımla buradadır. Toy günümüzdür. Təbrik O edirəm. gündən sonra bu kənddə ikinci evdə mənim atamın evidir. Orada çadır qurub toy eləmiş. Mən fəxr edirəm ki, siz bizim toy günümüzdə Mehriban xanımla iştirak Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz. Çox sağ olun, çox sağ olun. Təbrik edirəm. Çox sağ olun. Sağ olun. Neçənci ildəydi? 92-ci ildə. 92-ci ildə Çox sağ olun. işğala bir il qalmış. Bəli. Sonra hara köçdünüz bu işğalda? Mən bu Zastavanın rəisi idim. Öz kəndimizdə də hərbiçi idim. Hərbi. İşğaldan da sonra da davam elədim xidmət. Bəs işğal dövründə harda məskunlaşmışdınız? Aləm imişdi də, İmişli. mən də döyüşlərdik. Babayev Mahis Allahverdoğlu. Çok sağ olun, teşekkür ederim. Sağ olun. Fətəliyeva Mina Cəlil. Təbrik edirəm. Çox sağ olun, təşəkkür. Siz burada müəllim olmusunuz? Bəli, təyinatımla ilk dəfə bura müəllim gəlmişəm, 90-cı ildə. Özünüz buralısınız? Yox, mən rayonun özündənəm. Hə, Bura müəllimə gəldim. Burada müəllim kimi Bəli, müəllim Hə. işləmişəm. İndi də
təzədən burada inşallah pedaqoji fəaliyyəti davam İndi ben etdirəcəyik. məktəbdə yəqin ki, İnşallah. ya burada, ya da ki Cabral Yox, belə şəhərində. burada kənddə. Burada kənddə. Bəli, Məktəb burada də davam çox edəcəyik gözəldir. inşallah. Bəli. Ailə izi, Bax, şəkil çəkir. Gəlin, gəlin. Siz harda yaşamışsınız işğal dövründə? İşğal dövründə buradan çıxdıq, getdik İmişlidə. İmişlidə, Sonra bir qalanın Bakıda. Bakıda hansı şəhər? Yataqxanada, Yataqxanada Sançı rayon olmuşam. Özüm də ərazisində. Mərkəz Seçki Komissiyasında işləmişəm. Bu illərdə bu il yaşa görə çıxmışam. Yataqxanada bu, yəni bu günlərə Neft qədər hə. çətin idi həyat. Hə? Bəli. Yataqxanada Otaq 30 il balaca. yaşamaq. 32 otağınız var idi. Bir dənə otaq. Bir otaq. İndi artıq Bəli, bu günü yaşatdığınız üçün biz ona görə siz buna ürəkdən, layiqsiniz. səmimi qəlbdən sizə Bəli. təşəkkür edirik. Artıq geniş otaqlarımız, mənzilimiz, həyatımız, torpağımız, vətənimiz Bəli. çox sağ olun sizin Həmiz. sayənizdə. Hava, gözəl təbiət, əsaslı doğma Bəli. vətən torpağı. Çox sağ olun. Təbrik edirəm. Çox sağ olun, təşəkkür edirəm. Təbrik edirəm. Sağ olun. Çox sağ olun. Əhmədov Əlyar Teymuroğlu. Təbrik edirəm. Çok sağ olun. Ben de kendimizi sakinler adına sizlere derin teşekkürümüzü bildirir ki bizi bir doğma yurdumuza verdiniz. Sağ olun. Sağ olun. Təbrik edirəm. Hüseynova Nuranə Sirgeyev. Təbrik edirəm. Abbasov Qədir Familoğlu. Təbrik edirəm. Məmmədova Ülviyə Məmmədqızı. Təbrik edirəm. Bəli, bəli. Əlbəttə, bəli. Təbrik edirəm. Və Rəsulov Rəhman Çingizov. Təbrik edirəm. Sağ olun, çok sağ olun. Cavansan, sən də burada doğulmusan, yoxsa? Ben 8 yaşımda buradan çıkmışım. 8 yaşında. Yine de 40 yaşımda ben de müəllim için pedagojik faaliyetimi burada devam ettirdim. Harda işləyirdin? Vaxt qədər? Biləsuvar ərazisində Biləsi var, həmən o. Ya 10 sayılı qəsəbə, bəli. İndi orada inşallah, Bəli, burada davam edəcəkdir. inşallah. Çok sağ olun. Sağ ol. Teşekkür Sağ ol. ederim. Sağ olun. Təbrik edirəm. Sağ olun. Bu eliyle bir de şekil Aa, çekme. ben- Yok, evvel ikisiyle. Əlbəttə. Buyurun. Tebrik ederim. Gəlin, şəkil çəkdirək, yəni. Ya ayrı-ayrılıqda çəkdirək, sonra da hamımız birlikdə. Ayrı-ayrılıqda. Bəli, bəli, bəli. Şərqin lideri, Təşəkkür Şərqin ederim. fatihi Nadir Şah oldu. Qafqazın da fatihisiz. Sağ ol, sağ ol. Sağ olun. Sağ ol. Bəli, yəni. Sağ ol, təbriklər. Təbriklər. Şükür. Çok sağ olun. Sağ ol. Sağ ol. İndi hamımız, indi qalın, bəli, hamımız birlikdə, Mehriban xanımla. Sağ olun. Sağ olun.
Hamamlar mütləq. Siz harada işləmişsiniz? İstəmədim. İşləmişsiniz. Çox sağ olun. Yəqin ki, Bakıda yaşamısınız. Bilirsiniz, indi elə kəndlər salınır və şəhərlər salınır ki, paytaxtdan da geri qalmayacaq. Əsas odur ki, doğma vətən torpağıdır. Əlbəttə ki, bu torpaqları canlandırmaq lazım. Dəqiqələri sayırdım mən bura gəlməyə. And olsun Allah. Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisindəydi. Burada da maraqlanırdım. Çünki torpaqlar işğaldan azad olunandan sonra birinci göstərişlərdən biri də o idi ki, bu torpaqları biz yenidən əkin dövriyyəsinə qaytaraq. Hər dəfə, hər il deməli, əkin-biçin mövsümündən sonra arayış alıram və baxıram da taxılçılığın inkişafı nə qədərdir. Ölkə üzrə yaxşı gedir. İndi köhnə leksikonla desək, hardasa 35 sentner hektardan, əslində 3,5 ton. Maraqlanıram Qarabağda nə qədərdir? Çox az. Və sual yaranır ki, nə üçün? Çünki burada məsəl üçün torpaq çox münbitdir, siz də yaxşı bilirsiniz. Çox məhsuldardır. Mənə indi izahat verilir ki, xarici mütəxəssislər o cümlələr. Ermənilər o qədər bu torpağı əziblər, o qədər belə qaydasız onu istismar ediblər ki, bu torpaqları canlandırmaq üçün bəlkə də bir 5-10 il vaxt lazım. Ona görə burada necə ki, bütün bizim təbii sərvətlərimizi talayıblar, istismar ediblər, torpağımızı da demək olar ki, böyük dərəcədə bərbad vəziyyətə salır. Ona görə indi müasir aqrotexniki tədbirlər, müasir suvarma sistemləri və kənd təsərrüfatının inkişafı ilə bağlı ümumi inkişaf strategiyamız əsasında bu torpaqları canlandırmaq lazımdır. Çünki siz də yaxşı bilirsiniz ki, Azərbaycanın bir çox bölgələrində çox münbit torpaqlar var, o cümlədən Qarabağ və Şərqi Zəngəzur. Burada indi Sovet vaxtında üzümçülük, yəqin ki, Xalqozun olmuşam da. Pambasının Ən qabaqçı kolxoz olub bizim. Kolxoz olub, kənddə. 6-7 kənd bizə baxır. Köçəri Babayev, sosial səmə qəhrəmanı. Onun kolxozu. Burada nə idi o kolxozun ixtisaslaşması? Burada üzümçülük, baramaçılıq, 1200 baş bizim iri burnuzun malı qaramız oldu. Bax, hamısını bərpa eləmiş. 12.000 kolxozda. 12.000 baş qoyunumuz olub. Nə bilim, 12.000? Bəli, töyüğün saya gəlmirdi. Bax, o səviyyə gərək qaldırasınız siz. Həm siz, həm gənc nəsil. Çünki bax, burada heyvandarlıqda, üzümçülükdə, indi bu bölgədə, indi Zəngilan, Qubadlıda bilmirəm burada necə, tütünçülük də olur. Bizdə tütün olmuyor. Maldarlıqla var. Maldarlıq bizdə Bəhçilik burada olur. İpə yox, 26 ton 200 ildə biz barama vermişik, 19 tona qarşı. Cəmaat da yaxşı dolanırdı. Çox. Yəni milyoner kolxoz. Möhtərəm Bax, prezident. o hala gərək buranı gətirəsiniz. Bizim dövlətin dəstəyi ilə. Çox qabaqçı kolxoz oldu. Sonra bu Sovet İttifaqı dağıldı. Kolxoz qalmışdı, yoxsa dağılmışdı? Yox. Köçəri Babayev rəhmətə getdi, kolxoz verildi. Yəni çox işləy adam olubdu. Bir dəqiqə 71 yaşında rəhmətə getdi. İndi mən onunla çox işləmişəm də. Yəni o ölən gününə qədər işlədi. Bir yerə gedəndə, yəni bir 12 vərəq dəftər yazırdı ki, filan işlər görürsün. Çox qayda qanunla. İndi texnologiyalar daha inkişaf edir. İndi müasir, intensiv bağçılıq texnologiyaları var. Bax, bu qonşuluqda yerləşən Ağalı kəndində. Orada böyük bağ salınıb, indi böyüyüb. İndi mənə məlumat verirlər ki, orada yığılan meyvələri xaricə də satırlar. Ona görə bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq dövlətin dəstəyi. Biz üzümü xaricə satırdıq, vaqon üzümü, süfrə üzümü. Vaqon bizdə rayonunki buraydı mərkəz. Zavod var idi. Zavod var. Şərab zavodu. Şərab zavodu çox böyük. Ən böyük bizdəydi, bəli. Sisternalarla göndərildi. Sisterna gəlib dayanırdı, çənlərdən vururdular içinə.
İndi yaxın gələcəkdə biz kənd təsərrüfatının inkişafına dair dövlət proqramı qəbul edəcəyik. Bu məsələlər orada nəzərdə tutulacaq. O cümlədən dövlət vəsaiti. Əsas odur ki, bura gələn keçmiş köçkünlər bax gecə-gündüz bax çalışsınlar, həm öz dolanışığını təmin etsinlər, həm dövlətə də xeyir versin. Möhtərəm prezident, demək rayonun 28 səhv eləmirəmsə müəssisəsi burada idi. İdarəsi, kimyəviriyi, selxoztexnika, kinoprokat, 7 rayona. Böyük kəndlərdən biri. Ən böyük kənd, bəli. Yox, Bundan böyüyü var idi. Mərcanlı böyük. Mərcanlı böyükdür, Sultanlı böyükdür. Böyük Mərcanlı. O bizdən böyüdür. Amma stansiya burada olduğuna görə rayfonun skladı burada idi. İndi məsələn başqa yerdə olsa daşımaq 7-8 rayonun kinoprokat idarəsi burada yerləşirdi. bizlərə gözümüz Sultanlı da indi yarım stansiya açılır. Aqroparklar açılır. Aqroparklar. Bu müharibə zamanı Sultanlı uğrunda gedən döyüşlər, ən şiddətli döyüşlər. Xatırlayırıq. Bəli, bəli və orada ermənilər güclü istehkamlar vurmuşdular. Sultanlı uğrunda şəhərlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə geçdik. Orada yəni bax bu bölgədə Araz boyu bölgəsində bəlkə də birinci o Qaraxan Bəyli, Füzulinin kəndləri, Mərcanlı ki biz oradan keçdik, o yardıq o birinci xətti. Sonra ən şiddətli döyüşlər Sultanlı'la getmişdi. İşte bütün bu torpaqlar bizim qəhrəmanlıq sənətimizdir. Allah Bunu yaşatmaq lazımdır, uşaqlara öyrətmək lazımdır, tərbiyə etmək lazımdır. Bizim qədər yəni tam mütləq qələbə qazanan ikinci ölkə yoxdur. Ən azı son 80 ildə. Və ondan sonra da olmuyor. Bu qürur mənbəyi. Və dünya da bizi tanıdı. Və hörmət eləmək lazım. Möhtərəm prezident, Şah İsmail Xətaydan sonra Azərbaycanı hissə-hissə qoparıb dağıdıblar. Azərbaycan torpağını geri qaytaran bir ali baş komandanımız, sərkərdəmiz olmayıb. Birinci dəfədir ki, əlimizdən alınan torpaqları biz geri qaytarmışıq. Bəli, son 200 ildə. Sağ olun. Allah Can sağ olun.